Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində Scandrins Pharmaceutical Industries Ltd. MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər. Beynəlxalq standartlara uyğun şəkildə layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Müəssisənin illik istehsal gücü təxminən 800 milyon tablet və kapsul təşkil edir. Burada antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allergologiya və gastroenterologiya sahələrinə aid bərk formalı dərman preparatları istehsal olunacaq. Məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisənin qurulmasında Azərbaycan dövlətinin yaşıl enerjiyə keçidlə bağlı prioritetləri də nəzərə alınıb. Burada ümumi gücü 450 kWh olan 710 günəş paneli quraşdırılıb ki, bu da enerji sərfiyyatının təxminən 40%-ni təmin etməyə imkan verir. Müəssisədə 120 iş yeri yaradılıb. 74 milyon manat dəyərində olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal etdiyi avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib. Müəssisənin fəaliyyətə başlaması Azərbaycan əczaçılıq sənayesi üçün yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xam maldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Bu, ölkəmizdə əczaçılıq sənayesinin inkişafına, texnoloji transferə və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabət qabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını genişləndirəcək. Müəssisə eyni zamanda əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və praktiki bacarıqların inkişafı üçün bazar rolunu oynayacaq. Müəssisədə Scandrins Pharmaceutical Industries Ltd. MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və Panon Pharma şirkəti arasında imzalanmış 4 tərəfli memorandum çərçivəsində əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzun müddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, aparılan iqtisadi islahatlar, sürətlə inkişaf edən sənaye zonaları, əlverişli nəqliyyat logistika potensialı ölkəmizdə qeyri-neft sənayesinə investisiyaların artmasına münbit şərait yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələr icra olunur. Ölkə iqtisadiyyatının diversifikasiya hədəfləri üzrə xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir.
Sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir.